لا إله إلا الله، لا إله إلا الله، لا إله إلا الله. مکرر عرض کردیم مردم آذربایجان و به طور مشخص مردم تبریز و بسیاری از شهرهای دیگر آذربایجان، اینا کسانی هستند که از بیش از 100 سال قبل در عمده ترین حوادث و تحولات مثبت این کشور در صف اول قرار داشتن و نقش آفرینی کردند. آزاده biz cibhələrdə əsləmük Türk olaq ya fars olaq ya ki ərəb biz ba həmük Rəng o milliyyət, necad o dil bölənməz bizləri Fəxrimiz tənha budur biz hafızı bir pərçəmük Fəxrimiz tənha budur biz hafızı bir پرچمخ بیزه هر gün آشوراده کل و عرضه کربلاده تا برده اهل بصیرت آذربایجان و یاخ پیرو راه شهید بی کفن در شیعلر ظلم و لاحرزه علف bilri şekendi şeyler pergegerler bizleri tefkik edemezler bugün baş bedenden ayrı kalmaz bir bedende şeyler baş bedenden ayrı kalmaz bir bedende şeyler bu vahdet o bu انسجام یعنی راه سرخ امام بو وحدت و تحت امر رهبرنده آذربایجان و یاخته اتو زلد سنگرنده آذربایجان و یاخته تا وارد اهل بصیرت آذربایجان هدف اهل جهان بیقراریler برib bu alemdarın alim mazlum yariler verib ayrılanmaz mektebinden çon bu kanlı nehzete Azeriler bakeri و şehriyariler verib Azeriler bakeri و şehriyariler verib وقت نبرد آذریler وقت نبرد آذریler seslenenler Heydər Heydər وقت نبرد آذریler seslenenler bu fitneli gecelerde Azerbaycan oyaxdı bu fitneli gecelerde Azerbaycan oyaxdı batsa qalbi rənc o dərdə Azerbaycan oyaxdı ta vardı əhl-i vəsirət